Sizcə bu memarlıq cəhətdən yanaşımda təkcə indi Bakıdan ibarət deyil, ölkəmizdə başqa şəhərlər də var, böyük şəhərlər də var. Memarlıq cəhətdən problemli məqamları harda görürsünüz? Şəhərlərimizdə yeni tikilən binalarda falan, bəzi təhlükəsizlik məsələlərini nəzərə almağı unudurlar, daha doğrusu biraz zəif yanaşılır bu məsələlərə. Siz problemli məsələləri nədə görürsünüz bu istiqamətdə ki, nələrin dəyişməyini istəyirsiniz? Ən birinci növbədə tikintilərin sıxlığı. Bu çox böyük problemdir. Düzdür, son illər Dövlət Şəhər Salma və Arxitektura Komitəsi bu da çox ciddi nəzarət eləyir. O sıxlığa yol vermirlər. Bəli. Amma ondan qabaqki illərdə təsəvvür edin, misal üçün elə keçmiş 6-cı paralel küçəsində tikilmiş binalar elə tikilib ki, qonşu binalarda yaşayan sakinlər biri-birini nərd oynaya bilər. Yəni, elə yaxın tikilib. Hal-hazırda buna yol verilmir, buna çox ciddi diqqətlə yanaşırlar. Lazımı məsafələr qalmalıdır. Sonra, ümumiyyətlə, həyətlərin olması vacibdir. Həyət olmayanda insanlar biri-birindən uzaqlaşırlar. Həyat olanda uşaqlar bir yerdə həyətdə oynayırlar, valideynlər də tanıyır. Çox təəssüf ki, bu müasir evlərdə, misal üçün, kimlərsə sual verirsən ki, sizdə evdə filan kəs yaşayır, deyir, tanımıram. Necə tanımırsan, bir evdə yaşayırsınız, hər gün çıxırsınız, girirsiniz ora bir-birinizi. Ona görə bu həyətlər olmalıdır. Yanğın söndürən maşınların daxil olması, təcili yardım maşınlarının daxil olması. O da öz yerində, amma yaşayış yerlərində ictimai mühit olmalıdır ki, sakinlər biri-biri ilə görüşsünlər, biri-birindən hüsiyyətdə olsun. Tanısınlar bir-birini. Yəni, bir-birini tanımayan müasir dövrdə siz daha yaxşı bilərsiniz, qonşular var, insanlar var. Qonşunun evin oğru girib oğurlayanda oğruya kömək eləyən qonşular var da. Bunun bir lətifəsi də var ki, o qədər yadlıq yaranır ki, insanlar qonşunun kim olduğunu ayırt eləyə bilmirlər.